Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin daş kəsən Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində geniş miqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan ordusundan 42, dövlət sərhəd xidmətinə isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə silahlı qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Həmin şəhidlərimizdən biri də Bəxtiyar Güloğlan oğlu Muradovdur. Sen dertleri önde zaferin sesi 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya başa çatdığı Sumqayıt 76-cı məhəlləyə gətirilib. Daha sonra şəhid dəfn olunması üçün Sumqayıt Şəhidlər Xiyabanına yola salınıb. Dəfn mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Dostum, qaytar vətənə aldığım o can borcunu. Ölüm sonun değil, geçersen şehit yolunu. Qeyd edək ki, şəhidimiz 1 ilin əskəri və evin tək oğlu olub. 3 gün bundan qabaq məzuniyyəti bitirib, yenidən ön xəttə xidmətə qayıdıb. Oğlum çağırır, döyüşər, ileri dostum. Döyüşər, ileri dostum. Çağırır vətən, çağırır ana, mənfur düşməndən qisas almağa, mənfur düşməndən qisas almağa. Səcdəgahdır, qibləgahdır, üç beyli Türk bayrağı, bir ovuç kül, bir ovuç yurt torpağı. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.